Salam, gəlin vaxt itirmədən birbaşa mövzuya keçək. Bugün biz məlumat bazalarının arxitekturasında çox məşhur, amma bir o qədər də təhlükəli bir tələdən danışacağıq. Effective SQL mənbəsindən çox önəmli bir mövzunu, hesablanmış məlumatların saxlanmasının niyə adətən çox pis bir fikir olduğunu təhlil edirik. Sistem qurarkən bəzən qısa yol kimi görünən şeylər əslində sadəcə bir illüziya olur. İndi isə bunun əsl səbəblərinə baxaq. Çox vaxt özümüzə bu sualı veririk. Sadəcə kiçik bir riyazi əməliyyatın nəticəsini bazada saxlamaq doğrudanmı bu qədər böyük problemdir? İlk baxışdan hər şey çox məntiqli gəlir, elə deyilmi? Axı niyə hər select sorğusunda eyni riyaziyyatı təkrar edək ki? Bu, oxuma əməliyyatlarını sürətləndirmək üçün əla bir həll yolu kimi görünür. Amma mənbəyimizin də xəbərdarlıq etdiyi kimi, pərdə arxasında bunun çox ciddi, sistemli bir bədəli var. Baxın, bu nümunədəki orders cədvəlinə diqqət yetirin. Orada diqqətimizi dərhal cəlb edən bir order total sütunu var. O, sanki bizə pıçıldayır ki, hey, get order underscore details cədvəlindəki detalları topla və nəticəni birbaşa mənim içimdə saxla. Biz proqramçılarda bunu görəndə düşünürük ki, super, hər dəfə join etməyə ehtiyac qalmayacaq. Amma inanın mənə, çox məsum görünən bu kiçik sütun əslində gələcək baş ağrılarımızın tam mərkəzidir. Əslində, bu cür qısa yollar harda işə yarayır bilirsinizmi? Məlumatların ancaq oxunmaq üçün saxlandığı statik data warehouse'larda. Orada bu yanaşma mükəmməldir, çünki məlumatlar nadir hallarda dəyişir. Amma əgər sizin sisteminiz saniyədə yüzlərlə transaksiya edən, daimi yenilənən aktiv bir OLTP sistemidirsə, bax onda bu, bir anda məlumat bütövlüyü, yəni data integrity kabusuna çevrilir. Niyə? Çünki məlumatlarınız dayanmadan hərəkət halındadır. Təsəvvür edin, order details cədvəlində cəmi bir dənə kiçik sətir dəyişir. Məlumat bütövlüyünü qorumaq üçün sisteminiz nə etməyə məcburdur? 1. Detal sətri yenilənir. 2. Buna reaksiya verən trigger işə düşür. 3. Bütün sifarişin cəmi tamamilə yenidən sıfırdan hesablanır. Və nəhayət 4. Gedib ana orders cədvəlindəki sətir yenilənir. Yəni, bir kiçik toxunuşla serverdə bu qədər lüzumsuz zəncirvari yük yaradırıq. Dəhşətdir, hə? Təbii ki, bu prosesi avtomatlaşdırmaq üçün ilk ağla gələn şey köhnə dostumuz triggerlər olur. Amma mənbəmiz çox aydın şəkildə qeyd edir, triggerlər həm resurs baxımından çox bahalıdır, həm də düzgün yazılması həqiqətən çətindir. Onlara nəzarət etmək asan deyil, bəzən isə idarədən çıxıb bir-birini tətikləməklə sistemin performansını gözlənilmədən darmadağın edə bilərlər. Yaxşı xəbər odur ki, müasir məlumat bazaları artıq bu qeyri-sabit triggerlərdən canımızı qurtarmaq üçün bizə daha gözəl həllər təqdim edir. Söhbət built-in calculated columns, yəni daxili hesablanan sütunlardan gedir. Əksər sistemlərdə as with, DB2-də isə generated kimi açar sözlərlə bunları cədvəlin strukturuna birbaşa əlavə edə bilirik. Kod qat-qat təmiz görünür, düzdür? Amma tələsməyin, burada da böyük bir tələ gizlənib. Baxın, ən vacib məqam elə budur. Əgər yaratdığınız bu hesablanan sütun gedib başqa bir cədvəldən, deyək ki, detallar cədvəlindən məlumat çəkən bir funksiyadan asılıdırsa, o zaman bu funksiya non-deterministik, yəni qeyri-deterministik sayılır. Bu nə deməkdir? Yəni, xarici məlumatdan asılı olduğu üçün nəticə hər an dəyişə bilər və sistem ona hər müraciət etdikdə bu əməliyyat məcburi olaraq hər dəfə yenidən hesablanmalıdır. Məhz buna görə də biz bu vəziyyətə non-deterministik kabus deyirik. Cədvəl bu dəyərin sabit qalacağına zəmanət verə bilmir, ona görə də onu həqiqi bir sütun kimi persisted etməkdən, yəni fiziki olaraq saxlamaqdan imtina edir. Nəticədə siz bu sütunu indeksləyə bilmirsiniz. Hər dəfə select sorğusu verəndə server hər bir sətir üçün o funksiyanı təkrar icra edir. İndi bir anlıq düşünün, əgər milyonlarla sətriniz varsa, serverinizin halı necə olacaq? Bəli, əsl faciə. Bilirsiniz, bu vəziyyət o qədər ciddidir ki, bəzi sistemlər sizi öz əlinizdən qorumaq üçün konkret qadağalar tətbiq edir. Məsələn, IBM DB2. O bu kabusu o qədər yaxşı anlayır ki, daxilində başqa bir sorğu çağıran funksiya əsasında hesablanan sütun yaratmağınıza ümumiyyətlə icazə vermir. Sistem sadəcə olaraq üzünüzə qışqırır ki, xeyr, mən sənin performansı bu cür məhv etməyinə göz yuma bilmərəm. Onda belə çıxır ki, hesablanan sütunlardan ümumiyyətlə uzaq durmalıyıq? Xeyr, əslində çox önəmli bir istisna var. Bu bölmədə biz deterministik hesablamalara, yəni işi doğru şəkildə necə görmək lazım olduğuna baxacağıq. Əgər hesablamanız sırf eyni sətrin daxilindəki sütunlardan istifadə edərək aparırsınızsa, problem yoxdur. Məsələn, qiyməti sifariş edilən miqdara vurub ümumi məbləği tapmaq. Burada hər iki parametr eyni sətirdədir.
Yəni, funksiya deterministikdir. Şərtlər eyni olduğu müddətcə nəticə heç vaxt dəyişmir. Bax, bu zaman həmin məlumatı verilənlər bazasında tam rahatlıqla həm saxlaya, həm də ən əsası indeksləyə bilərsiniz. Lakin yenə də ehtiyatlı olmaq lazımdır. Hər şeyin bir bədəli var. Bəli, deterministik bir sütunu indeksləmək, oxuma, yəni read sürətinizi fantastik dərəcədə artıracaq. Ancaq digər tərəfdən sistemə kütləvi məlumat daxil ediləndə, yəni write prosesi zamanı, server bu riyaziyyatı hesablamalı və indeksləri yeniləməlidir. Bu da əlavə bir emal yükü deməkdir. Buna görə də bu tarazlığı həmişə nəzərə almalısınız. Yaxşı, gəlin dərsimizi toparlayaq. Birincisi, əlavə etdiyiniz hər bir hesablamanın serverdə nə kimi yüklər yaradacağından mütləq xəbərdar olun. İkincisi, indeksləri yalnız deterministik sütunlarda istifadə edin. Üçüncüsü, unutmayın ki, qeyri-deterministik funksiyalar indeksləşdirmənin gənimidir və ən əsası, əgər hesablamanız mütləq başqa cədvəllərdən məlumat çəkməlidirsə, hesablanan sütun sevdasından vaz keçin. Bunun əvəzinə işi arxa planda dinamik şəkildə görən view-lardan istifadə edin.